Sürücü işi var yoldaşlar, sürücü işi var. Bu arada gözəl sürücü işlər var, xəbəriniz olsun. Elə gəlin gözəl sürücü işlərinə vaxt keçirmədən başlayayım. Amma yəni burada bir neçə vakansiyadan bəhs edirəm də, yəni Allah korusun sürücü işlərindən. Ona görə yəni fərqli əmək haqqı olanlar da var, 800 manatlıq olan da var, 2000 manatlıq olan da var. Ona görə gərək səbirli şəkildə axıra qədər dinləyəsiniz ki, görəsiniz sizə uyğun olan hansı var. Yəni burada bəlkə də bir dəqiqə mən müvəqqəti olaraq, ötəri olaraq sayım. Bir 20-yə yaxın vakansiya var, başa düşdünüz? Ona görə gərək axıra qədər dinləyəsiniz. Misal üçün, direktor sürücüsü var. Gəlin elə ondan başlayaq. Camal şirkətindədir. Bu sizə 1000 manat verir yoldaşlar. Bu 1000 manat eşitsiniz, o saat keçmir də. Çünki ola bilər, burada çünki elanlar qaçıq-qaçıqdır. Yəni, bu heç bəlkə 1000 manatlıq elandan daha gözəl elanı var, sizin uyğun iş var. Məsələn, bu, amma direktor sürücüsü kimi də 5 illik iş təcrübəsi tələb edir. 35-45 yaşlı şəxslər üçün. Bu bir variant idi, məlumat ötürdüm sizə. Sonra 1000 manatlıq Gədəbəy Miras sualında iş var, sürücü işi var. Bu amma yəni Gədəbəyli deyil də yoldaşlar, Bakı şəhərindədir bu iş. 25-50 yaşlı şəxslər üçündür, BS tələb eləyir. Sonra 2000 manatlıq sahil transportda iş var, sürücü işi var. Y kateqoriyası üzrə Qaradağ rayonundadır. Bundan əlavə Metak şirkətində kran maşinçisi işi var yoldaşlar. Bu kran maşinçisi işi də 1000 manat civarındadır. 25-35 yaşlı şəxslər üçündür. Və sırf kran maşinçisi kimi 2-3 illik rəsmi iş təcrübəniz olmalıdır yoldaşlar. Sonra yoldaşlar, mən sizə 2000 manatlıq başqa bir sürücü işindən də bəhs etmək istəyirəm. 55 yaşa kimidir bu sürücü işi. Green servisdədir. C və CY kateqoriyası tələb edirlər yoldaşlar sizdən. Bundan əvvəl sürücü işi deyirdim videonun əvvəlində, ən gözəl vakansiyadan biridir bu. Əgər ingilis dilini bilirsinizsə yoldaşlar, yaxşı səviyyədə və Azərbaycan vətəndaşısınızsa və Azərbaycan dilində əla səviyyədə bilirsinizsə və əlaqədar sahəsi 3 illik iş təcrübəniz varsa, Avropa konsulunun Azərbaycan ofisində sürücü işi var yoldaşlar, logistik asistent işi var. Ora rahatlıqla müraciət edə bilərsiniz. Əgər ingilis dilini bilirsinizsə, mütləq tövsiyə edirəm. Yəni, başlanğıc səviyyədə yox da və yaxud da başlanğıc səviyyədə bilirsinizsə də belə, qısa müddət ərzində onu sürətli şəkildə, yəni 1-2 həftə ərzində onu qaldıra biləcəksinizsə, tövsiyə edirəm müraciət eləməyə. Ən azı şansınızı sınamış olarsınız. 65 yaşdan aşağı şəxslər müraciət edə bilər. Yəni, yaxşıdır ki, yəni konkret yaş aralığı qoyulmur da, yəni 60 yaşa qədər. Ona görə də rahatlıqla müraciət edə bilərsiniz. Bu, Azərbaycanda yaşayan vətəndaşlar üçündür yoldaşlar, xəbəriniz olsun. Sonra sürücü işi ekspeditor variantında var yoldaşlar. Agrodairidə var sürücü işi, misal üçün Agrodairidə. Yəni, sürücü işləri çoxdur yoldaşlar. İndi mən qısa olaraq bir-bir ötəri olaraq bəhs etmək istəyirəm. Misal üçün, sürücü işi Azer Express poçta da var, Azərpoçta da var. Sonra 38-60 yaşlı şəxslər üçün də sürücü işi var, 2 avtomobilli sürücüsü işi var. Bu 1285 manat verməlidirsə, xatırlamamsa. Bəli, 1285 manat gross əmək haqqısı verir. Bu CY kateqoriyası tələb edir. C1Y və CY kateqoriyası tələb edir. Sonra sürücü işi BS variantında var 800 manatlıq. Sonra 1500 manatlıq sürücü işi var, şəxsi Ford Transit markalı avtomobil olanlar üçün var. Antares şirkətindədir. Burada özdə deyəsən Ford özləri verməlidirlər. Səhv xatırlamışsın, bir də mən dəqiqləşdirirəm. Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır. Avtomobil üçün amortizasiya ödənişi 200-300 manatdır. Amma əmək haqqısı 1100-1200 manatdır. Yəni, amortizasiya xərclərini də verərlərsə, belə deyim, eləyir 1300-1500 manat bir pul eləyir. Yox, bu şəxsi avtomobili sizdən tələb eləyir. Deyir ki, özünüzdə olmalıdır yoldaşlar. Amma burada belə bir vakansiyada olmalıdır, səhv xatırlamamsa, elə bir Ford da olmalıdır ki, o sizə verir. Bu arada sürücü işi ofis variantı da var, kontakt fonda 800 manatlıq bir işdir. Yəni, səhər gedib axşam gəlmişdirsə, normal digər işlərdəki kimi, yəni, konkret saatınız bəllidir. 5 günlük iş kimidir, səhər saat 9-dan 6-ya kimidir.
BS tələb eləyir bu. Bundan əlavə Azalda iş var. Azərbaycan Hava Yollarında iş var. Xüsusi avtomobil sürücüsü işi var. Bu da sizdən nə tələb eləyir? Bunun da şərtləri BSDY kateqoriyasıdır. Sonra sürücü işi mümkün var. Bu idi deyəsən. Özü verirdi maşını deyəsən. Texnoxom. Bəli, şirkət tərəfindən Ford Transit avtomobili verilir. Bəli, maşın da şirkətdə qalır. Yəni sizdən tələb eləmirlər. Bu da 1200 manat civarındadır yoldaşlar. BS tələb eləyir, 25-35 yaşlı olmağı tələb eləyir. Sonra Qaradağda sürücü işi var, 800 manat civarında avtobus sürücüsü işidir. Sonra 25-55 yaşlı yük maşın sürücüsü işi var, rayonda tır sürücüsü işi var Qardaşda. Sonra 30-45, daha doğrusu 30-45 yaşlı şəxslər üçün 800 manatlıq 7 saatlıq sürücü işi var Pizza-Mizzada. Sonra tır sürücüsü işi var. Bu məsələn tır sürücüsü işi Abşeron logistika mərkəzindədir yoldaşlar. BSDY kateqoriyanız varsa bu işə müraciət edə bilərsiniz. Mən demək olar nisbətən yüksək məqbul olan sürücü işlərini sizin nəzərinizə çatdırdım ki, məlumatınız olsun yoldaşlar. Qardaşda Mr. Fixdə də tır sürücüsü var, avtosisterin sürücüsü işi var, yük maşını Isuzu Hyundai sürücüsü işi var. 25-55 yaşlı şəxslər üçündür. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsə və ya da digər sürücü işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmaca səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur. Diqqət eləsəniz görə bilərsiniz.